Azərbaycan qanunvericiliyi rəsmi olaraq çoxarvadlığı qadağan edir. Bəs görəsən bir çox şərq ölkələrində normal qəbul edilən bu hala ölkəmizdə münasibət necədir? Azərbaycan kişisinin ikinci xanım arzusu varmı? Azərbaycan qadını buna razı ola bilərmi? İslamda müəyyən şərtlər daxilində kişilərin təbii haqqı kimi təqdim olunan çoxarvadlığın qanunla məhdudlaşdırılması haqqında din xadimləri nə düşünür? Bəs qanunverici orqan olan Milli Məclisdə bu məsələ nə zamansa müzakirəyə çıxarıla bilərmi? Sujetimizi izləməklə sadalanan bu suallara cavab tapa bilərsiniz. Şəhər əhalisi düşünür ki, Azərbaycan kişisinə yaraşmır, qadın da bunu qəbul eləməz. Çox arvadlığa necə baxırsınız? Biz pis, конечно pis. Cəmaət bir arvad saxlaya bilmir. Çox arvad necə saxlaya bilir ki? Yaxşı deyil mənim qardaşım, yaxşı deyil. Niyə? Kişinin bir arvadı olar da. Hər bir kişi bir qadınla olmalıdır məncə və bir xanımı olmalıdır və bir xanımla münasibətdə qalmalıdır ömür boyu. Kişinin bir arvadı olmalıdır. Çünki bir-birlərini qırırlar bir sözün. 70 il yaşadığımız dövrdə elə şey görməmişəm. Ona görə də heç bir marağım yoxdur. Onlar ərəb ölkələrinə aiddir, qoy özləri 20 dənəsini sağlasın. İslam dinində ümumiyyətlə buna icazə var, amma təbii ki, həmin o qadınlar arasında eyni fərq görməklə, amma inanmıram ki, bu günümüzdə elə bir insan varmış ki, neçə arvad alsın, bir deyə bir 5-6 dənə ona eyni gözlə baxsın. Amma bu günümüzə görə yox, məncə. Salam xanımlar, çox arvadlığa münasibətiniz? Çox pis. Bərbad. Çünki adicə türklərin bir serial var, Muhteşem Yüzyıl. Baxırıq da ona, görürük nələr olur da, çox arvadlı. Normal ki, bir dəfə evlənməlidir. Sonra kino qutardı. Yox, o düzgün deyil. Yox. Bəs əgər birinin imkanı çoxdursa, pulu çoxdursa? İstər pul olmasın, istər laf nə olur. O düzgün deyil. Çox sağ olun. Mən ona qol çəkmirəm. Azərbaycan kimi mühitdə təbii ki, son zamanlar çox arvadlıq, belə deyərdim, belə bir kampaniya yayılıb qeyri-rəsmi olaraq. Nə qədər liberal demokrat olsa, mən hesab edirəm ki, kişinin bir qadını olmalıdır. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev. Azərbaycan demokratik hüquqi bir dövlətdir və Azərbaycanda bu məsələnin gündəmə gəlməsinin heç bir nə sosial, nə ictimai, nə hüquqi əsası yoxdur. Nə qədər ki, Azərbaycan Respublika yolunu tutub, demokratik inkişaf yolunu tutub, bu mümkün deyildir. İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay. Quran indi bu məsələyə deyir ki, Quran deyir 4 dənə insanın ailəsi olmalıdır və bunun özünün də Quran kimi arvadı olmalıdır, xanımı olmalıdır. Və bunun özünün xüsusi olaraq qayda qanunları da var. Yəni bugün belə deyək, bir insan, normal insan əgər ikinci bir xanım alırsa, üçüncü bir xanım alırsa, dördüncü bir xanım alırsa, çalışmalıdır ki, bunun dördünü də eyni səviyyədə yaşatmalıdır və onun geyiminə, onun belə deyək, o maddi və mənəvi məsələlərinə diqqət eləməlidir. Amma bugün Azərbaycan cəmiyyəti ona hazır deyil. Mən bunu, yəni Quran-ı Kərim zamana görə ihtiva olunubsa, belə deyək, yəni bizim bu Azərbaycan gəncliyimiz, Azərbaycan çağdaş dünyamızda bu belə deyək, bu insanlar elə buna hazır deyil. Bu məsələyə qayıtmaq, yəni bu ictimai bir qınaq var, ictimai bir baxış var. Yəni Çox arvadlığa münasibətiniz necədir? Gedir işimizlə məşğul olun. O uşaqlı cavanlardan soruş, məndən nəyə soruşursan? Mənim bir arvadım var, bundan da qutarır, mən bilmirəm. Yaxşıdır. Qardaş, belə şeylə mənim aram yoxdur qardaş. Pis. Niyə? Niyə lazımdır ki? Kişinin bir arvadı olur. Belə də, normaldir. Bana sorma öyle sorular ya. İşim olmaz arvadla.